Yeniden herkese salam dostlar. Bugün sizlerle birlikte Blox Fruits'un birinci bölümündeyiz. Ve bugün Blox Fruits'ta sizlerle birlikte hem 800 seviye olacağım hem de belki atabilsək bir dənə fruit atacağıq. Ama deyəsən ata bilmirəm. Çünkü fruit astım bayaqlar deyəsən. Neyse bu bölümdə hem seviye katacağıq hem de fruit atmağı düşünürəm. Ve bir de mənim Quick Fruit'um var. Quick Fruit'un budayla takas edə bilsəm yaxşı olacaq. Çünki buda lazımdır. İndi və 800 yox ta indi siz hardaydınız? Aha orada. Bizim növbəsi. İndi gedək buranı tez bir şəkildə buradan bir dənə görevimiz alaq. 700 levelə doğru gedək. Bu deyəsən bu görevi eləyəndə 2 level atlayacağım. Yəni 775 level olacağım və internet bu arada çox pisdir. Çünki bayaqdan da PUBG oynayıram. İnternet çox pisdir. 200 MS'de oynuyordum və içimdən gələn səs İnşallah ata bilərəm bu arada. Yəni fruit çünki 150 minə doğru gedir fruitun açılma pulu. İşıq frutundayım. Mən işıq frutu ilə Quick takas elədim. Yəni işıq frutunu verdim, Quick aldım. Yəni, yaxşı bir takas oldu çünki mənim üçün yəni yaxşı oldu, o adam üçün o qədər kəmiyəcək. Və bu arada 2000 elədim mən. Məndə meyvə 2000-dir. Digərlərini indi basıram çünki lazımdır o birilərinə də. İndi bu arada hər videoda belə karakterimi falan dəyişə bilərəm. Bu bir dənə karakterimdir. Bu kombinim. Bu kombinim çox yaxşıdır və mən bundan başqa bayağı bir kombinim var. Mən çox yatırmışam yəni Roblox. Amma bir dənə saç almışam, amma çox köhnə almışam həqiqətən. Bu köhnə şeylər falan çox almışam. Bir dənə saç almışam. Sadəcə bir dənə saç. Budur saç. Saçım budur. Çox da bahalı bir saç almağı düşünmürəm. 75 Robux idi deyəsən mən bildiyimə görə. Bu saç 75 Robux idi. Və karakterimə yorumlarda 10 üzərindən puanlayın. Okay, 190 egzoz partladım. Neyse, hardayım. Burada gələk. İndi 1000 dənə enerjim oldu, yaxşı oldu bu. 1005 dənə. Eşitirsiniz bu səsi? Şu anda bayırdan gələn səsi eşitirsiniz. Okay. Bu arada mən əvvəl magma işlədirdim. 600 səviyyələrdə falan magma işlədirdim. Magma remortladım. 50 minə remortladım. Sonrasında bir də gördüm fruit yedirmiş remortlayanda. Bilmirdim, elə bildim. Nə bilim bir yarım saata falan təzədən fruitumu geri verəcək yəni. Bir də gördüm vermir. Ondan sonra getdim. Buz tapdım deyəsən. Buzu yedim. Ondan sonra 700 səviyyəli bossunu öldürdüm və ikinci dünyaya keçdim. Ondan sonra burada işıq frutunu açdım. Sonra bir də gördüm gölcə frutu var. Yedim. Bir də gördüm çox pisdir. Elə davam elədi. Ayda. Çaş şeye basıram. Blox meyvəsinə basıram çaşıb. Neyse. İndi. Bu videoda bəlkə bir dənə də trade eləyərəm. Baxarıq yəni. Uzun sürsə biraz olar. Bax, internet. Bəli. Neyse. 1500 vururam. Yaxşı vururam. Nə qədər vururam? 1560.
1560 mənə hələlik bəs eləyər. Mən hələ yəni 2600 falan mənə hələlik lazım deyil. Yəni blok tutsun səviyyəsi mənə hələlik o qədər çox lazım deyil. Amma reset kodu gəlsə hamısını blok meyvəsinə basacağım. Hə? Gətirəcəm. Okey, indi. Okey. İndi. Elədik, az qaldı və 131 pulum var. Bundan sonra deyəsən aça bilmirəm ya. Burada açamıram. Dənəyəcəm. Qıraqlardan tapır. Ya da 2 dənə də görəv eləyim məsələlər onsuz da. 800 levelində görevini eləyim bəs. Yəni. Sonra da gedərəm furt açarım. Furt vaxtı məncə gəlməyib. 2 saatdan bir açırıq deyə məncə hələ gəldiyini düşünmürəm. Heç işlətmirəm amma bunun özəlliklərini. İşmə də görmürəm çox da. Vura onsuz da öldürürəm rahat. Bunun ikincisi yaxşıdır. İkinci özəlliyi yaxşıdır. Pam. Buna baxın, hasara gəl. Yaxşı hasar. Ayda yeni taş falan bastım. Okey. İndi 146. Olar. Gedək bir dənə evə tərəf şundan, evə deyirəm, kafeyə gedək. Və kafedən sonra kafedəki pulları, üstəkini götürmüblər. Okey, deyəsən aça bilirəm. Nə qədər istəyir? 50 min istəyər. Aha. Ayda, verir roket verdin. Roket var da məndə. Aç. Verir roket verdi. Gəl. Bir dənə quick. Quick'ə nə verirsən? Quick. Sən vermirsən nə quick'ə? Ya da məndən başqası yoxdur ki. Bir də düzgün bir şey verir. Quick'ə nə verirsən? Ən yaxşı furtum bu arada. Bu da ver get. Bu da ver. Bu da ver get. Yeter lan yeter. Bu da ver get. Bu da ver get. Vermirsən? Aha. Ayda bəsdirin nə qaqaş. Neyse. Ama videomu bitiririm. Neyse dostlar, sağ olun canım. Görüşürüz. Kanalıma abone olmayı unutmayın. Sağ olun.